Söhbət mütaliədən, elmdən düşmüşkən, dünyanın ən böyük gənclər forumu hesab edilən BMT-nin Dünyanı Dəyiş modeli tələbələrə geniş imkanlar yaradır. Sözü gedən platforma iştirakçılara debatlarda iştirak etmək, danışıqlar aparmaq və yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından yüksək qiymətləndirilir. Beynəlxalq siyasi gündəmin əsas problemlərini müzakirə etmək üçün bir yerə toplaşan gənclər arasında Azərbaycan təmsilçiləri də var idi. Dünya gəncləri üçün ən böyük debat yarışında komandamız 194 ölkə, 7000 iştirakçı və 10 fərqli komitə arasında uğurlu çıxışı ilə seçildi. BMT-nin dayanıqlı inkişaf layihəsi çərçivəsində həyata keçirilən Dünyanı Dəyiş modeli beynəlxalq forumunun əsas məqsədi iştirakçıların liderlik, tədqiqat, tənqidi düşüncə, ictimaiyyət qarşısında çıxış və münaqişələrinin həlli bacarıqlarını inkişaf etdirməkdir. Azərbaycan təmsilçiləri də forumda uğurla iştirak etdilər. Ümumiyyətlə, Azərbaycan komandası sayı etibarı və medal etibarı ilə başqa komandalardan fərqləndi və bu layihədə əsas məqsədimiz Azərbaycanı təmsil etmək, Azərbaycan gənclərinin potensialını dünyaya göstərmək və eyni zamanda BMT-nin dünyada gənclər üçün yaratdığı təcrübə proqramlarından Azərbaycan gənclərini də yararlandırmaqdır. Azərbaycanlı gənclər 194 ölkədən 7000 iştirakçının qoşulduğu debatda 10 ayrı-ayrı komitə ilə yarışdı. Tələbələrimiz dünya üzrə 2 əsas və xüsusi mükafatlarla təltif olundular. Bundan əlavə 15 Honorable Mention mükafatına layiq görüldülər. Rəqabət olaraq biraz çətin idi. İlk 2 günü, 1 günü. Yana görə ki, biz heç kimi tanımırdıq, heç kim bizim məqsədlərimizi və fikirlərimizi aydın bilmirdi və bizi də tanımırdılar. Və dostlar daha çox yarandı, birliklər yarandı ölkələrindən, 4 birlik yarandı. İkisi dağıldı, ikisi qaldı və həmin o birlik hansı ki qalıb, ikisindən biri biz idik. Digər birliyin sənədləri tam bizim kimi toparlı deyildi deyə, toparlana bilmədi deyə biz qalib gəldik. İştirakçılar ciddi debatlarda iştirak edir və konsensus yaratmağa, fəaliyyət planları hazırlamağa diqqət yetirir. Bununla yanaşı, müxtəlif qətnamələrin tərtib edilməsi üçün əməkdaşlıq edirlər. Bu mənada Azərbaycan gənclərinin bu cür layihələrdə iştirakı yüksək qiymətləndirilir. Gülarə Quliyeva, Zaur Dadaşov, Ramilə Soltanova, Həftənin